Alçaq ağacına vergi qoydular. Armudlar kəsilib, nətər armudlar, nətər almalar hamısını. Çox vergi qoydular, çatdıra bilmirdilər. Valideynlər üçün yüklüdür da. Çox ağır yük idi. Çox ağır yük idi. İndi biz də mənim babam qoçaq adam olub, nətər Abzər kişi mən gördüm. 62-ci ildə rəhmətə getdi. Mən özüm əlimlə bastırmışam onu. Çox gözəl bir kişi idi. Uca boylu, gözəl saqqallı, namaz qılan bir adam idi. Özü də dağın başı bizim kənddən ora dağın başına neçə kilometr yol var o dağa. Hər gün gedirdi. Dəyirman daş, bax belə daş keçirdi bu boyda. Dəyirmanı üyüdən varmı o daş? Kirkirə deyilir. Kirkirə balacadır. Balacadır. O yekədir, bu boydadır. Onu 16 put buğdaya verirdi. Onu da gətirirdi. Bizim evdə babam çanaq vardı, 8 kiloddur. O yarım put deməkdir. Deməli, yarım put 8 kilo, 1 put 16 kilo. Ev hamıya paylayırdı onu ki, o kəsə mən ac qalmasın, cəmaat acı. Özü də nə deyirdi? Buna o vaxtı darı dəkirdilər balaca. O darıdan da qatın bunun gözünə. Xahiş edirəm, qarğdalı da üyüdün ondan da, qarğdalını da əlavə edin. Üstə gəlin kartoşka var, kartoşkanın da bir təri yaşayaq hamımız. Babam, bax o vaxtı belə yaxşı idi. Babam ki qocaldı, ondan sonra çox əziyyət çəkdi. Atam kasıb, adicə kəndçi idi, heç bir zad yox idi. Müharibəyə getmişdi, bütün bədəni dermə deşiyi idi, hər yerində yara vardı. Amma baxmayaraq 98 il yaşadı. O deyirdi ki, məni sən yaşatdın oğlum. Yayda aparırdım kənddə yaz başından, payızda qaytarardım Bakıya gələr. Bəlkə o torpaqların dağı, suyu, havasından ömür uzanıb. Əlbəttə ki, o dövr ayrı şeydi oğlum. Rəşmən, belə bir fikriniz var. İnsanların beynini inkişaf etdirən yeganə amil sözdür və şeirdir, poeziyadır. Bəli. Sevirsiniz poeziyanı? Əlbəttə ki. Yoxsa mənim başım işləyərmi belə? Məni qədər sevən, o şeiri başa düşən, şeiri anlayan heç kəs olmur. Məsələn, Səməd Vurğun Gör o dövründə nətər dövrünü tənqid edir. Zəncinin arzuları yazıb. Bəli. O zəncidə nə işi var Səmədin? Bizdən danışır. Bəli, azadlıq istəyirik deyir. İllər gəlir, keçir, ömürdən illər görməmişəm bu illər kimi. Ey dost, o illəri ötərgi sanma, qulaq as gör nə deyir ana torpaq. Qurtların içdiyi anda inanma, əsrin iynəklərini gözlərinə taq, gələcək günlərə sərkliklə bax. Bu nə demək istəyir? Deyir, illər görməmişəm bu illər ki, 37-38-ci illər. 3 adam, bu axmaqdır, part başlamış günlə vururlar. Dəhşət idi, məhkəməsiz, nəsiz. Bu illər kimi. Ey dost deyir, o illəri ötərgi sanma. İndi sual ver, Arus, niyə mənim öyümü yıxdın? 60 mindən çox mənim ən böyük insanlarımı qırdın, məhv elədin. Niyə qırdın onu? Deyəcək, mən qırmamışam, Stalin qırıb. Sən nə dövlət qurmuşsan ki, bir adam, birincisi, ikincisi Stalin burada Məhəmmədinə tanıyırdı. Tanıyırdın mı Məhəmməd? Yalan söhbətdir bunlar hamısı. Kişilərlə, vətənini sevənlə, məmləkətini istəyənlə, dövlətini istəyənlə, dövlətçiliyini istəyən adamlar dövlətini yüksəyə qaldırır. Sonra deyirlər ki, Səməd Vurğun belə olub, elə olub. Yox, Səməd. Görün, onu oxuyasınız, o zəncinin arzusu, mən hamısının başdan ələ analiz edeyim deyimsə. O, bizim azadlıq arzumuzdur. Əl çəkin deyir, bəsdir. Deyir ki, 60 mindən çox adamımızı qırıbsan, nəyə qırıbsan sən? Niyə bu Stalin, Stalin nətər hökumət qurursan bir adamın sözündən adam öldürürlər. Hər bir adamın sözündən indi padşahın sözündən adam ölürsə, o quruluş deyil, dövlət.